makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə UDM-nin 5%'lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. Orta müddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər strategiyanın başlanğıc dövründə 2022-ci ildə ümumi daxili məhsulun həcminin cəmi 52% qeyri-neft sektorunu təşkil edirdisə, 2025-ci ildə bu 72%'dir, 2029-cu ildə bu 80%'dan artıq olacaq.